STEM dərsində müəllimlərin istifadəsi üçün vahid elektron sistem haqqında məlumatla tanış olun. Müəllim şəxsi kabinetinə daxil olmaq üçün ilk olaraq UTIS kodunu qeyd etməlidir. Əgər sistemə ilk dəfə daxil olursunuzsa, məktəb və əlaqə nömrəsini qeyd edin. Daha sonra təsdiq kodu telefon nömrəsinə göndərilir. Təsdiq kodunu qeyd etdikdən sonra şifrə təyin olunur. İdarə lövhəsində müəllimlər üçün təlimat videosu yerləşdirilib. Daxil olaraq ətraflı məlumat ala bilərsiniz. Qruplar bölməsində siz öz siniflərinizi görə və ya yenisini yarada bilərsiniz. Yeni sinif əlavə etmək üçün qrup yarat bölməsinə keçid edirik. Açılan pəncərədə məktəb, sinif, bölmə və qrup adı qeyd olunmalıdır. Qrup əlavə edildikdən sonra şagirdləri əlavə etmək mütləqdir. Şagirdlər bölməsinə daxil olub yeni şagird əlavə et düyməsinə klik edirik. Açılan pəncərədə şagirdin məlumatlarını qeyd etdikdən sonra şagird siyahısında əks olunacaqdır. Şagird siyahısı əlavə olunduqdan sonra qruplar bölməsinə davamiyyət, kiçik summativ qiymətləndirmə və dərslər bölməsi aktivləşir. Davamiyyəti yazmaq üçün davamiyyət bölməsinə daxil oluruq. Açılan pəncərədə hansı həftə olduğunuzu seçdikdən sonra şagirdlərin siyahısı açılır. Əgər şagird dərsdə iştirak etmirsə, icazəli və ya icazəsiz olaraq qeyd edirsiniz. Qeyd etdikdən sonra yadda saxla düyməsinə klikləmək mütləqdir. Kiçik summativ qiymətləndirmə aparmaq üçün yenidən hansı həftədə olduğunuzu seçirsiniz. Şagirdlər 100 ballıq sistemlə qiymətləndirilir. Ballar əlavə edildikdən sonra mütləq yadda saxla düyməsini klikləyirik. Dərslər bölməsində tədris proqramı ilə tanış ola bilərsiniz. Hər hansı bir dərslə ətraflı tanış olmaq üçün dərsin adına keçid edə bilərsiniz. Sağ yuxarı küncdə isə dərs vəsaitini yükləmək mümkündür.